Xorvatiyada təşkil edilən dünya çempionatında idmançılarımızdan 125 kiloqramda Georgi Meşvildişvili gümüş, 61-də Nurəddin Novruzov, 86-da Arseniy Joyev və 92 kiloqramda Osman Nurmagomedov bürünc medal qazanıb. Heydər Əliyev adına beynəlxalq hava limanında güləşçilərimiz yarışla bağlı təəssüratlarını bölüşüblər. Keçən ildə mən dünya çempionatında medal qazanmağa çox yaxın idim. Təəssüflər olsun ki, 3-cü yer uğrunda güləşməkdə məğlub oldum, 5-ci oldum. Lakin bu il bunu bacardıq və 3-cü yerə layiq görürdük və gələn illərdə çalışacağıq ki, bu bürünc medalı qızıl eləyək biz. Bütün Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. Vətənə medalla qayıtmaq həqiqətən xoş istir. Çoxlu azarkeş dəstəyi olur. Bu əlavə motivasiya verir və bizə güclü kömək edir. Azarkeşlərin dəstəyini hiss edirəm. İstəyim odur ki, Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınsın. Milli komandanın məşqçisi Xetiyak Qazimov da idmançıların çıxışının uğurlu olduğunu vurğulayıb. Güləşçilər pis çıxış etmədilər. Fikrimcə daha çox medal qazana bilərdik. Hələlik qızıl medala çata bilmədik. Ümid edirəm ki, olimpiyada yaxınlaşdıqca qızıl medal uğrunda mübarizə aparacaq idmançılarımız yarışlara daha yaxşı hazırlaşacaqlar. Qeyd edək ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatına sentyabrın 21-də yekun vurulacaq.